çaşkada kararlaşdım. Hakikaten de çok beğendim. 2, 3. Bir də indi gəlin. Borc bilirəm ora başladı. Çox yaxşıdır. Salamlar dostlar. Yeni vloguma xoş gəlmisiniz. Bu dəfəki vlogu bir baxın, mən hardan açıram? Bakıdan. Bir neçə gündür artıq gəlmişəm. Ancaq uşaqların rejimə düşməyi biraz uzun çəkir. Həqiqətən də Bakı üçün çox darıxmışdım. Buradakı günlərim demək olar ki, həmişə dolu keçir. İstərəm sizi özümlə götürüm. Saçlarıma rənglətdirmək istəyirəm. Fələrinə baxdım, çox bəyəndim əslində əl işlərini. Ümid edirəm ki, məyus olmayacağam. İndi gəlmişəm qızlarla Color Party oynayacağıq. Color Gift Party onun üçün hədiyyə seçməyə. Mən qırmızı rəngi seçmişəm özümə. Necə gözəl rəngli. Burada hər şey var. Kırmızı rəngdə sonrasında belə laternalar var. Bunun içərisinə şamı qoyursan. Bu şəkildə belə asırsan. Bunlar da çox şəkərdir. Və son olaraq bu çaşkada qararlaşdım. Belə bir şey götürəcəm 7 dənə. Qırmızı rəngdə. Həm də öz karobkalar da var. Məncə pis deyil. Çox qəşəng görsənir. Və mən gəldim salona, indi çatdım. Belə bir lifti var. Çox təmiz olmasa da. Hal-hazırda Yasunadakı filialdayam. Bu salonun bir çox filialı var. Mən demək olar ki, həmişə belə isti tonlarda edirəm. Ancaq bu dəfə daha açıq, soyuq bir tonda bir şey istəyirəm. Saçlarım özü tündür. Düşünürəm ki, biraz rənginin açılmağı çətin ola bilər. Bir gün 5-6 saat burada olacağım. Və mən belə saçlarımı açılmağını gözləyərkən mənə meyvə gətiriblər. Bu çox xoş bir hərəkətdir. Həqiqətən çox əridim. Və nəticə belə alındı. Həqiqətən də çox bəyəndim. Gözəl alındı. Tam istədiyim kimi rəngi oldu. Yeni gündən salamlar. İndi hazırlaşmışam. Qızlarla görüşməyə gedirəm. Belə bir outfit göstərim sizə də. Tamam, qara giyinmişəm bugün. Saçlarımı çox bəyəndim. Həqiqətən dəyişik yaşayıram. Siz necə bəyəndiniz? Rəylərdə mütləq yazın. Hədiyyələrimi də götürmüşəm belə. Yanına da balaca belə şokoladlar qoymuşam əlavə olaraq. Belə gedək. Görək bu günümüz necə keçəcək. Bakıya gələn kimi etdiyim ilk şey qızlarla görüşmək olur. Bu qızlar mənim hələ məktəb illərindən dostlarımdır. Bəziləri həyatımda çoxdan var, bəziləri isə sonradan qrupumuza qoşulub. Amma hamısının ayrı-ayrılıqda çox dəyərlidir mənim üçün. Onlarla vaxt keçirtməyi inanılmaz dərəcədə çox sevirəm. Niyəsə yaş artdıqca yeni dostluqlar qurmağın nə qədər çətinləşdiyini hiss edirəm. Və bəlkə də məhz buna görə illər əvvəl qurduğum bu dostluqlar hələ də davam edir. Sizdə də belədirmi? Niyə belə olduğunu düşünürsünüz? Fikirlərinizi mütləq rəylərdə bölüşün. Bu həqiqətən də mənə çox maraqlıdır. Və burada biz də hal-hazırda çox məşhur olan Color Gift Challenge-a qoşulduq. Sonraki kadrları artıq səsli şəkildə izləyəcəksiniz. Mənim üçün çox əyləncəli idi. Ümid edirəm siz də baxmaqdan zövq alarsınız. Bu rəngi içindəki ən gözəl qızdır. Biz götürürlər. Hamımızda bol bir şeylər var.
Sizə belə tam outfitimi göstərmək istəyirəm. Tam buradan görsənməsə də belə. Qızlarla bayaqdan o qədər danışırıq, o qədər maraqlı vaxt keçiririk ki, çoxdandır görüşmürük. Ona görə o ki var dedik, danışdıq, güldük. Həqiqətən də çox əyləncəli vaxt keçiririk. Belə. Siz necə bəyəndiniz outfitimi? Bu dəfə məkan olaraq ünvanlarımızı seçmişik. Belə yeni dekorasiyasını göstərmək istədim sizə. İndi çox qaranlıq olduğu üçün tam görsənmir. Kimin kararı nasıl koydu ki bu sana? Yeni bir gündən salamlar. İndi hazırlaşmışıq. Qızımın gedirik bugün foto sesiyasını eləməyə. Mikrofonumu yenə unutmuşam. Əgər səs pis gəlirsə üzrlü sayın. Sizi də bugün özümdən götürəcəm. Tələs çıxdı evdən. Çox ətraflı çəkə bilmədim. Mənim qızım da burada belə hazırlaşıb, gözəlləşib. Ha, Mira? Happy birthday bugün olur. Ha, qızım, happy birthday. Benim happy birthday. Ha, burası balaca da burada yatıb. Biraz belimiz düz. Ben? Ela düz de yap. Amin. Gel buraya. Bak böyle. Bir daha masasından Mira'ya taraf bakın. Biraz başımızı yakın yatırma Mira'ya. Mira gül. Mira sen bana bak Mira. Bilmeye kakışı. Ben de belə hazırlaşdım tez. O kadar beğendim ki çok güzeldi. Sade. O birisi уже yardım sardı kızım. Gözle bana. Bir daha arzu tutuyorum, arzu tut. Arzu tut. Arzu tut ürəyində. Aha, ürəyində arzu tut. İndi fıracaqsan, yaxşı? 1, 2, 3. Erçal. Ve biz foto sesiyanı kurtardık. İndi belə bir yerden kofe götürüp gideceğiz yavaş eve doğru. Salamlar dostlar. Bugün belə hazırlaşmışam. Gedirəm indi. Hər Bakı sakini kimi soyuqələri istəyirəklərə. Bunu özümə borc bilirəm ora baş çəkməyi. Başqa blogerlərdə belə dəyərləndirmələrinə baxdım bir neçəsindən və mənə maraqlı gələn bir neçəsini qeyd elədim. İndi gedib onları yoxlayacağam. İstəyirəm sizi də özümdən götürüm. Bəlkə də çoxunu görmüşsünüzsə biraz maraqsız ola bilər. Maraqsız olsun da ötürün. Belə, indi taksi sifariş eləmişəm, gözləyirəm. Səbirsizlənirəm artıq səhər tezdən durana heç nə yeməmişəm. Hava bəxtimdən bugün günəşlidir. Gəldim, çatdım indi.
Bu il ümumiyyətlə məncə Bakını daha da gözəl bəzəyiblər. Mən düz son illərdə çox tez-tez yeni il dövründə Bakıda olmurdum, ancaq düşünürəm ki, indi daha da gözəl bəzəyiblər. Bir-iki dəfə olduğumla müqayisədə. Və mən nəhayət gəldim, çatdım. Əslində mən çalışdım ki, biraz tez gəlim. Ancaq tez gəlməyəmə baxmayaraq, həddən artıq çox insan var. İndi səhv etmirəmsə birin yarısıdır. Amma artıq çox insan var. Ümid edirəm çox növbədə qalmaram başqa stendlərdə. İlk olaraq istəyirəm buradan bu mini burgerlərdən götürüm. Bunları çox tərifləyirlər. Çox sağ olun, təşəkkür. Və ən çox təriflənən yerlərdən biri corn dog. İndi götürəcəm pendirli və saskalı, hər kəs götürür. Mən də ikisindən də götürəcəm. Bəlkə də qara olanı götürdüm, indi baxacağım. Mən hələ ki bu aldıqlarımı belə bir paketə yığdım. Düşünürəm ki, bir yerdə oturaram və hamısını bir-bir test edərəm. Və növbəti olaraq da fettuccine istəyirəm dadına baxmaq. Düşünürəm ki, bunlar hamısı çox olacaq, amma baxmayaraq ki, mandunu da çox tərifləmişdilər, ancaq almadım. İndi gedəcəm, görüm əgər yer tapa bilsəm, haradasa oturub bunları test eləmək istəyirəm. Belə bir teras tapdım. İndi oturub bunları yoxlayacağım. Yatırım ki, insanlara da mane olmasın. Bu şəkildə sizə hamısını göstərim. Bu fettuccine. Burada da mənim mini burgerlərimdir. Mən toyuqlu götürdüm, cheddar sosla. Birinci başlayaq corn dogdan. Mən bu qaralını çox tərifləyirlər. Düşünürəm ki, birinci ona başlayacağım. Götürək. Dadı çox yaxşıdır. Çox. İçərisində pendirdir. Üstündəki bu qara açıq. Üstünə Doritos 3 fərqli sos eləyiblər. Biri pendirli, mayonez və ketçup. Dadı həqiqətən də çox qəşəngdir. Mən yəqin ki, bunların hamısını yeməyəcəm. Çünki hamısını yeyib qurtara da bilmərəm. Ona görə paket götürdüm ki, bir hissəsini götürəcəm. Yəqin ki, evə aparacağım. Və indi fettuccineni yoxlayacağım. Mən sadə göbələklisini sifariş etdim. Çünki mini burgerlər toyuqlu götürmüşəm. Düşündüm ki, toyuqlu hər ikisində də olmasın. Bu arada mən şalmanın üstündəki terasda oturmuşam. Sənin burada oturmaq olmazmış. Ancaq şalma yemək olarmış. Buna görə əlavə olaraq 2 manat ödəmiş olaraq. İndi davam edək fettuccinenin dadına baxmaq. Dadım, açığım belə dəyərləndirmə olsa 10 üzərindən buna da 8 verərdim. Son olaraq da bu mini burgerlərin dadına baxmaq istəyirəm. Tam olaraq görmək olma belə. İndiyə götürəcəyik bunları belə pendirli sosa batırırıq və yeyirik. Belə wow bir effekt yaratılır. Mən buna da 10 üzərindən düşünürəm ki, 7 verərdim. Və mən artıq yedim, indi gedirəm desertləri, daha doğrusu şirniyyatları götürməyə. İkisinin dadına baxmaq istəyirəm. Bu mochki, bunu çox tərifləyirlər. Ona görə mütləq dadına baxmaq istədim, yoxlamaq istədim. Və mən mochkiləri aldım. Bilməm, indi arxada çox musiqi səsi gəlir, bilməm, siz eşidə bilirsiniz mənim. Demək, burada fərqli, biri peçenyələrdir, biri kakosludur, digərisi çərəklidir. Birinin 3 manat qiyməti var, 2 mochki alana üzərində çay hədiyyə verilir. Dəhşət çox soyuqdur, öncə dadı pis deyil. İlk öncə soyuqluqdan çox bir dadını hiss eləmirsiniz. Ancaq dişləyəndən sonra tam olaraq dadı gəlir. Sona doğru dadını tam olaraq hiss edirsiniz. Və son olaraq almaq istədiyim şey İzmir bombası. Və mən İzmir bombasını sadəcə nutellalısını aldım. Çünki Dubai şokoladı sevmirəm açığı. Ona görə də dadının yaxşı olacağını düşünürəm. Yəni, mənim ağız dadıma uyğun olacağını düşünmürəm. Öncə bunu yoxlamaq istəyirəm. Nutellalı görək necədir. Birinin qiyməti 3.50-dir. Evet, bu çok. Belə içərisini göstərim. İsti şokolad.
Çox ləzzətlidir. Əlbəttə ki, şokolad Nutella sevənlər üçün şirinliyi çoxdur həddən artıq. Amma yenə də düşünürəm ki, bir dənəsi yəni yeyilə bilər. Yəni beləcə mən yoxlamaq istədiyim bütün stendlərin hamısını yoxladım. Dadlarını, dəyərləndirmələrini də sizinlə bölüşdüm. Düşünürəm ki, vlogu da burada tamamlayım artıq. Ümid edirəm ki, baxmaqdan zövq aldınız bu vloga. Əgər buraya kimi baxdınızsa, demək ki, bəyəndiniz. Mütləq bəyən tuşuna basmağı unutmayın. Eyni zamanda mütləq abunə olun. Fikir bildirin, rəy yazın. Bunların hamısı mənim üçün çox önəmlidir. Məni izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Gələn görüşlərə tək hələlik.